Müzəffər ordumuzun 105-ci il dönümü münasibətilə bütün ordumuzu təbrik edirəm. Hər birinə uzun ömür, can sağlığı arzulayıram. Bu vətənin, bu torpağın hər zaman igidliyi ilə, məğrurluğu ilə torpaqlarımızı qoruyan igidlərimizə Allah can sağlığı versin. Allah şəhidlərimizin məkanını cənnət eyləsin, qazilərimizə can sağlığı versin. Mənim də özüm Qarabağın miskili ilə hər zaman yaşamışam və artıq şəhidlərimizin, igid qəhrəmanlarımızın sayəsində torpaqlarımız azad oldu və biz Qarabağ deyərək öz vətənimizə, torpağımıza üz tutub yaşayacağıq. Və bugün mən çox qürur duyuram ki, bu tədbirdə iştirak elədim və fəxri fərmanla da tərtib olundum və buna görə hər muzeyimizin polkovnikinə təşəkkür edirəm. Cənab Qəniyevə təşəkkür edirəm və bugün bizə bu şəraiti yaratdı. Biz bugün gəldik, əsgərlərimizlə, zabitlərimizlə görüşdük. Və Allah bir daha xalqımızı, ordumuzu qorusun. Çox həqiqətən bu xalq, bu millət bizim ordumuzun gücü sayəsində xoşbəxtdir, firavandır və hər zaman Allah açıqlığı ilə yaşayırıq. Ona görə ki, yaşayırıq ki, bizim bax qəhrəman oğullarımızın sayəsində Qarabağ bütövlükdə bizim oldu. Azərbaycan xalqının oldu. Və təşəkkür edirəm, müsahibə üçün də sizə təşəkkür edirəm. Çox sağ olun. Mən də bu tədbirdə iştirak elədim. Abbas Mirzə Şərifzadə adına Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı olaraq iştirak elədim bu tədbirdə və özüm də Qarabağlıyam. Füzuli rayonunun özündənəm. Səidə Orucova. Çox sağ olun. Özü təqdim edin, zəhmət olmasa. Mən Əskərova Sevda Əli qızı, şəhid jurnalist Məhərrəm İbrahimovun bacısıyam, böyük bacısı. Mən bugün bizim Müdafiə Nazirliyimizin hərbi muzeyində böyük fəxarətlə iştirak edirəm. Dövlətimizin, millətimizin şəhidlərimizə görə deyirəm, başı sağ olsun. Əvvəlcə biz hər zaman şəhidlərimizi anmalıyıq. Bu bizim ən ümdə borcumuzdur. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizi salamat eləsin və bizim milli ordumuzu, hərbi donanmamızı Allah qorusun. Prezidentimiz, cənab Ali Baş Komandanımızı, hörmətli İlham Əliyevə Allah qorusun. Allah işlərində uğurlar versin, nailiyyətlər həmişə bizim prezidentimizlə olsun və biz həmişə arzu edirik. Və bunu Allahdan diləyirik ki, bizim Azərbaycanımızın bayrağı daim yüksəklərdə dalğalansın. Və hörmətli tədbir iştirakçıları, burada hər kəs bugün 105 illik hərbi bizim muzeydə keçirilir, 105 illiyi hərbi donanmamızın və bizlər də burada iştirak edirik və mən də bir şəhid bacısı olaraq böyük fəxarətlə, qürur hissi ilə burada iştirak edirəm. Hörmətli Ata TV tamaşaçılarına da öz salamlarımı çatdırıram, yetirirəm. Allah millətimizi qorusun və bütün Ata TV rəhbərliyinə minnətdarlığımı bildirirəm. Hörmətli bizim burada jurnalistimiz, operatorumuz iştirak edir, çox ürəklə iştirak edir. Və buna görə alqışlayıram hər birinizi və mən Allahdan Azərbaycanımıza aydın səma, müharibəsiz, qansız, qədasız illər arzu edirəm. Və arzu edirəm ki, heç zaman bir də şəhidimiz olmasın. Heç zaman bizim şəhidimiz olmasın və vətən sağ olsun deyirəm. Vətən sağ olsun.